Salam, hər vaxtınız xeyir. Mən Verdiyeва Nərminə. Bu günlərim Azərbaycan dilindən idiomiş hissəciklərinin feilin şəkillərini fərqləndirməsini keçəcəyik. Feilin şəkillərindən öncə maqmaq, yəni məsdər şəkilçisi qoşa bilir. Feil qaydasında bilirik ki, feilin kökünə, başlanğıcına maqmaq şəkilçisi artıra biliriksə, bu zaman feilin şəkillərini artıra bilirik. Yəni feilin idiomiş hissəcikləri birbaşa sözün kökünə, başlanğıc formasına qoşula bilmir. Ağıllanmışdı sözündə, ağıl sözün kökü lan leksik, ağıllanmaqmışdı, qrammatikdir. Burada niyə görə biz deyirik ki, mış zamandı, idi, hissəcikdir? Çünki mışdan qabaq bir dənə qrammatik şəkilçi gəlibdir. Ona görə də həmçinin mışdan qabaq maqmaq artıra bilirik, ağıllanmaq deyə bilirik. Amma mışdan sonra, yəni d-dan qabaq maqmaq əlavə edə bilmir. Ağıllanmışmaq deyə bilmərik. Buna görə də bilirik ki, bu nədir? İdi, hissəciyidir. Həmçində bunu digər nümunələr üzərində də tətbiq edə bilərik. Buna keçməmişdən öncə sizə xatırladım ki, bəs bir sözdə maksimum bir zaman şəkilçisi ola bilər. Yəni, o zaman kimi görünənlər əslində feilin hissəcikləridir. Yəni, idimiş hissənin qısaldılmışlarıdır. Bir sözdə amma bir neçə dənə iki köməkçi söz, yəni hissəcik işlənə bilər. Sözlərin birində iki köməkçi söz işlənib deyir. Gələcəklərsə, gəl sözün kökü gələcək, gəlməkdən gələcək. Gələcəkmək deyə bilərik, xeyr. Demək, onda qrammatik şəkilçi. Acaq qrammatiklar, qrammatik. İki qrammatik şəkilçi gəldi, düzdürmü? Gələcəklərmək deyə bilərik, xeyr. Demək, onda bu sasə feilin şərt şəkli yox, isə hissəciyinin qısaldılmışı imiş. Oxuyacaqsa, oxu sözün kökü oxumaq, oxuyacaqmaq deyə bilmirik. Demək, acaq burada zamansa, isənin qısaldılmışıdır. Gəldisə, gəl sözün kökü gəlmək artıra bildiksə, gəldi, qrammatik isə qrammatik. Birinci qoşulan, həmişə sözün kökünə, başlanğıcına qoşulan zamanı olur, sonra gələn isə hissəcikdir. Bilirmişsə, demək, biz sözün kökü bilirmək deyə bilmirik ki, xeyr. Burada zaman, miş, imişin qısaldılmışı, sa yenə də isənin qısaldılmışı olur. Nədən bildim? Çünki mən mişdən və səyasətdən qabaq maqmaq artıra bilmədim. Bilirmişmək deyə bilmiriksə, demək, mişlənsə burada isənin və imişin qısaldılmışı imiş. Yəni, iki hissəcik məhz D variantında işlənibdir. Birində imiş köməkçi sözü arzu şəklinə. Arzu şəklinin şəkilçisi də A-ədir. Həmçində idim imiş isə saitlə bitən sözlərdə ayrı yazılır. A-əni axtarmalıyıq, həmçində imişin ayrı yazıldığını axtarmalıyıq. Alacaqmış, acaq, zamanmış, imişdir. Amma bura bizə istəyir ki, arzu şəklində olsun. Bu isə xəbər şəklinə aiddir. Almalı, malı, məli vacib şəklinin şəkilçisidir. Ona görə də olmur. Alsa, imiş, sasə şərt şəklinə aiddir. Ona görə də olmur. Alırmış, zamanmış, imişdir. Ala imiş, kaş, ala imiş. Sonra, hansı cərgədə təsriflənən feil köməkçi söz ilə işlənməyibdir? Yəni, təsriflənən feil deyəndə də feilin şəkilləri nəzərdə tutur. İşi vaxtında başa çatdırmalıydı. Çatmaq, çatdırmaq, çatdırmalı, malı, məli vacib şəkli və d isə ididir. Nədən bildim? Çünki çatdırmalımaq deyə bilmirik. Ona görə də d idinin qısaldılmışıdır. Mübarizəni dayandırası olacaqdır. Olacaqmaq deyə bilmiriksə də demək, d ididir əslində. Sonra burada yerdən söz çıxırmış. Çıxırmaq deyə bilmədiyimizə görə burada zamanmış, imişdir. Orada dağ döşündə bir yer vardı. Burada var, yox, lazım, bəs gərək, mümkün sözlər bilirsiniz ki, predikativ sözlərdir, yəni ismi xəbərlərdir və təsriflənən feil deyildir. Sonra, amma bizə təsriflənən feil köməkçi söz işlənməyib dediyinə görə yenə də axtarmalıyıq. Gediləsi yol müəyyən edildi. Et sözün kökü il, leksik şəkilçi, di isə edilmək deyə bildiyimizə görə məhz zaman şəkilçisidir, cavab E bəndidir. Sonra, baxırıq, hansı sıradakı bütün sözlər idi və ya da isə köməkçi sözü ilə işlənmişdir. Apar sözünün kökü, çünki apdan apar olmaz və aparmaqda maq artıra bildiyimizə görə sasə feilin şərt şəklidir. Bu cərgə getdi.
Gəlmişdi. Gəl sözün kökü gəlmək deyə bilirik. Gəlmişmək deyə bilmirik amma. Demək buradakı d, di, du, di, ididir. Bax sözün kökü baxmaq, baxır, baxırmaq deyə bilərikmi? Xeyr. Demək onda mış burada nə imiş? İmiş imiş. Gəlməsə amma burada maməni bayaq dediyim kimi, bəs mamə inkar şəkilçisi yeganə qrammatik şəkilçidir ki, feilin şəkillərindən öncə də gələ bilir. Onda maməni çıxardırıq, sasə birbaşa sözün kökünə qoşuldu. Ona görə də burada gəlməsə sözü feilin şərt şəklində olduğuna görə cərgəni pozdu. Qaçdı, elə burada bir dənə d var deyə heç baxmağa dəyməz. Çünki burada digərlərinə oxşamalıdır ki, biz baxaq. Görsə yenə də sözün birbaşa kökünə, başlanğıcına qoşulduğuna görə getdi. Qop sözün kökü qopdumaq deyə bilərikmi? Xeyr. Demək bu isə uzaqlaşmışmaq deyə bilərikmi? Xeyr. Demək burada ididir. Almırmaq deyə bilərikmi? Xeyr. D idinin qısaldılmışıdır. Ümid edirəm ki, öyrənməyinizə kömək edəcək bilgiləri sizinlə paylaşdım. Sağ olun.